Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün Xırdalanda super bir yerdə, Heydar Parkının demək olar ki, içində, tam mərkəzdə, prospekt yolundan cəm 15 metr, 20 metr məsafədə, 3 sotda, şəxsi istifadə üçün tikilmiş, 2 mərtəbə, 4 otaqlı, qoşadaşla inşa olunmuş, mərtəbələr arası beton monolit olan kupçalı, həyət evi çəkibsə təqdim edirəm. İdeal bir yerdə yerləşir. Tərlan çək göstər. Evin yan hissələrin yerləşmə yeri Xırdalanın tam mərkəzi. Qeyd etdiyim kimi, bu ərazilərdə demək olar ki, ildə 2 ildə bir dəfə evlər satışa çıxır. Evimizin çöl fəsad görünüşünü göstər. Həyətə rahatlıqla 3-4 avtomobil daxil ola bilir və əlavə yer də qalır. Gəl içəri. Deməli, kupçalıdır ən əsası. Odur girişdə, solda belə bir mətbəx hissəsi. Spotlarda işıqların zəif, yanması zəifdir. İşıqlanması bir balaca üzrü hesab edir. Bura evimizin qonaq otağıdır. Görünən bütün əşyalar evdə qalır. Ev əşya qarışıq satılır. 4 bir tərəfi qoşadaşla inşa olunur. Qonaq otağıdır. Mərtəbələr arası beton monolit. Çox əla bir qiymətə təklif olunur. Mənzil evimizin polu parketdir. Burada divara şkaf yığılıb. Burada sanuz yerlər ayrı geniş. Sanuz yeri var. Bütün aksesuarlar quraşdırılıb zəhmət olmasa. Göstər. Evin isitmə sistemi kombidir. Aparat və radiator quraşdırılıb. Gəl qalxaq evin ikinci mərtəbəsinə. Yerləşmə yeri həqiqətən ideal bir yerdir. Xırdalanın tam mərkəzi Heydar Parkının içində yerləşir demək olar ki bu ev. Burada isə yataq otağı 4 bir tərəfi qoşadaşla inşa olunub. Bütün pəncərələr dəmir barmaqlarla əhatə olunub. Buradan gəl zəhmət olmasa buranı da göstər. Bu yataq otağı. Geniş belə bir yataq otağı. Buradan balkonuna çıxış var. Belə bir yay balkonu var. Elə orada düşməsinlər. Öz həyətinə baxır. Yay balkonu. Çox əla bir variantdır və təcili satılır. Burada isə növbəti bir geniş yataq otağı. Bu yataq otağının 30 kvadratdan yuxarı sahəsi var. Mərtəbələr arası beton monolit. Xırdalanın tam mərkəzi Heydar Parkının içi 3 sotda 2 mərtəbə qoşadaşla 4 otaqlı. Bu boyda ev var ki, yerinə görə super qiymətli kupçalıdır. Cəmi 195 min manat. Bu da son deyildir. Yal aldı. Gəl sənə qiymətlə razılaşacağım. Sağ olun.